Tarix yazacağımı düşünürdüm, amma belə yox. Sən öz imzanı atmısan deyə biraz da səndən çəkinirlər. Qaçış zolağına çıxıb əlimi qaldırana qədərdir. Əlimi qaldırandan sonra hər şey yekunlaşır. Gündəlik məşqlərin necə gedir? İstədiyim performansı vermir. Yəni motor soyuqdur hələ. Məşqçilərinin sənin nəticələrindəki rolu nədir? Mən qərar verəndə ki, üçlü vint, üçlü salt eləmək istəyirəm. Adil müəllim belə baxdı mənə. Yarışdan sonra sosial mediada daha çox səhifənə baxış gəldi məncə. Tumbling haqqında bilməyən insanları tumbling haqqında məlumatlandırdım bu hərəkətlə. Yarış prosesində hakim haqsızlığı. Şəxsi soruşursunuzsa mən cavab verərəm, bəli. Səncə nə qədər baxış yığasın? Maraqlıysa aşağıda like eləyin, abunə olun. Bugünkü mənim qonağım dünyada tarix yazan peşəkar idmançılardan da deyə bilərikmi? İzləyicilər qərar versin. Yaxşı, bu haqqda rəyləri yazsınlar məncə. Bu idman növünə necə başladın Tofiq? Maraq hardan gəldi? Ümumiyyətlə idmana başladım. Valideynlərim məni gətirdilər zala. Mən bilirsiniz çox belə nadinc olmuşam uşaqlıqda. Mənə qoyduqları yerdə heç vaxt tapa bilməyiblər. Sonra qərara gəliblər ki, bəs bunun həlli nədir? İdman. Gimnastika fikirləşiblər. Açığı mən də biraz belə mətər qaldım. Niyə gimnastika görəsən? Amma gimnastika apardılar. Heç vaxt da soruşmamışam, niyə gimnastika yapardınız? Məsələn, güləşə yox, başqa bir döyüş idman növlərinə yox. Sırf gimnastika. Heç vaxt soruşmamışam. Bu da indi ağlıma düşdü. Soruşacağam sonra. Gətirdilər gimnastikaya. Belə zalda da onsuz da böyüdükcə adam yəni atmosferi qapır. Yavaş-yavaş belə maraq Heç yaranır. nə vaxtsa idman növünü dəyişməyi düşünürdünmü? Olub, əlbəttə. Və dəyişmişəm də hətta. Artısa 11-12 yaşımda belə balaca bir zədəm var idi. Zədəm var idi, dabanlarımda belə balaca çat əmələ gəlmişdi. Tumbling-də çox məni yorurdu. Yəni hər gün istədiyim performansı göstərə bilmirdim məşqçiyə. O da məni məyus edirdi. Ondan sonra 6 ay reabilitasiya mərkəzinə getdim. Müalicə olundum. Müalicədən sonra qərar aldım ki, güləşlə davam edeyim. Sonra 1 il yarım güləşdim. Güləşlə məşğul oldum 1 il yarım. Ondan sonra o vaxt mənim telefonum yox idi. Bir gün anamın telefonunu açdım. Facebooka girdim. Gördüm ki, bizim komanda gediblər Stavropola. Stavropolda dünyanın ən güclü tumbling məktəbidir. Yəni bu 99% tumbling cəmiyyəsi bunu belə qəbul edir. Bilmirəm, belə qısqandım açığı, amma yaxşı qısqancıq. Ondan sonra səhəri gün qayıtdım gimnastika zalına. Əlbəttə güləş müəllimi ilə hallaşıb. Sonra qayıtdım gimnastika zalına. Ondan sonra yenə gimnastika macərası başladı deyə bilərəm. Bu idman növünə əsas səni bağlayan nə idi? Sürət var, sevirəm. Sürət var. Sonra hətta yolda məsəl üçün siz kombinasiyanı görürsüz 2-3 saniyə, 8 elementdən ibarətdir kombinasiya. Siz görürsüz 2-3 saniyə, amma mən orada yaşayıram yəni kombinasiyanı. İstər randata olsun, yəni birinci elementi istəyir, 6-cı, 5-ci fərqi yoxdur. Mən kombinasiyanın hər saniyəsində o 0,1 saniyə belə mənə çox uzun bir vaxt imiş kimi gəlir. Yəni əslində 0,1 saniyə mən onu qurtarıram. Amma mən orada fikirləşirəm. Neyniyək? Axırda dəyişək hərəkəti, dəyişməyək, yoxsa qalaq öz qərarımızda, daha da zəiflədək. Yəni bu kombinasiyanın gedişatında verilən qərarlardır. Ona görə heç vaxt bunu belə 2-3 saniyə yaşamırıq. İzləyicilər kimi yəni heç vaxt görmürük, hiss eləmirik. Bu var, bunu sevirəm. Rəqabət var. Əsasən mən rəqabətin olduğu hər yerdə özümü görürəm. Ekstrem rəqabət, həyəcan, yarış hissi, bunlar dəstək eləyir. Tumbling-də qarşılaşdığın ilk çətinliklər ki var da, onları necə dəf elədin? İlk çətinliklər başlayır. Birinci bizdə mental blok var. Mental blok nədir? Psixoloji səni bloklayır, sənin beynin ki, sən
qaçıb indi heç nə eləyə bilməyəcəksən. Randat bizdə bildiyiniz kimi əsasən birinci hərəkət kimi istifadə olunur. Bu izləyicilərin də çoxu çox güman ki bilirlər. Randatdan sonra sən heç nə eləyə bilməyəcəksən. Yəni elementə davam eləyə bilməyəcəksən, keçid eləyə bilməyəcəksən. Belə bir hiss yaranır. Bundan da ancaq qalib gəlmək üçün çox güclü iradən olmalıdır. Əlbəttə ki, əhatənin də çox böyük təsiri var. Mən də həmin vaxt bu mənim başıma gəlmişdi. Həmin vaxtda hansı ki mən artıq güləşə gedirdim. Yəni güləşə keçdim. Bu həm travma, həm də mental blok bir yerdə artıq tamamladı ki, mən həmin vaxtda gimnastikaya davam eləyə bilmirdim. Tamlinqə davam eləyə bilmirdim. Güləşə getdim, gəldim. Yenə mental blok qalıb, amma sonra yenə əhatəmin, dostlarımın köməyi ilə aşdım o mental bloku. Ondan da sonra onsuz da yəni, davam elədim. Triple full hərəkəti haqqında danışa bilərsən? Üçlü vint, üçlü salto. Hətta bugün podkasta gəlməmişdən qabaq məşqdə, səhər məşqində bir 3-4 dəfə cəhd elədim. Axşam məşqində standart artıq cığırda bir 2 dəfə elədim. Biri uğursuz, biri uğurlu. Yəni, düşünürəm ki, yaxşıdır. Yəni mənimsəyə bilmişəm hərəkəti. Ən əsas da budur. Elementi mənimsəmək. Çox güclü, həm fiziki güc tələb eləyir, həm də mental güc tələb eləyir. Çünki göydə çox rotasiya var. Yəni həm saltoya dönürsən, həm vintvari dönürsən. Çox çətindir. Həm o hərəkətə hazırlaşıb qaçmaq, başlamaq ən çətin başlamaqdır. Bəli. Başlamaq çətindir. Ortada artıq qərar verirsən, yəni kombinasiyanın gedişatında. Eləyə bilərik, eləyə bilmərik, sürətimiz yaxşıdır, yoxsa yox. Bunu özümdən təhlil edirəm, axırda da qalxıram. Bu hərəkətə necə hazırlanmışdın? Yəni nə qədər vaxt sərf etmişdin? Mən Risklər nələr idi ümumiyyətlə? Risk çox böyükdür. Hətta mən bu indi Fransa Dünya Kubokuna getməmişdən qabaq kombinasiyanı biraz mürəkkəbləşdirib üçlü vint, üçlü salto elədim. Dırnaq içində ağzı üstə yıxıldım yerə. Biz 4 ayaq deyirik. Amma pis yıxıldım və zədə aldım. Yəni risk budur. Hər belə gözləmədiyin vaxtda sən zədə ola bilər. Bəli, zədə ola bilər, travma ala bilər. Bunu düşünürsən ki və bilirsən ki, zədə alacaqsan. Bu səni nə dərəcə narahat edir? Mən çalışıram elə düşünməyim. Çünki elə düşündükcə, yəni qara hisslərin səni elə ələ keçirməyini istəsən, gözləsən, bu çox asandır. Onun təsirindən çıxmaq çətindir. Mən onun təsirindən çıxıb sonra hərəkətə başlayıram. Qətiyyən belə şeylər düşünmürəm. Mən gedəcəm əzilməyə. Mən əzilməyə getmirəm. Mən ayaq üstə durmağa, yəni hərəkəti tamamlamağa gedirəm. Belə də qaçıram. Çenduda keçirilən dünya oyunlarında heç düşünürdünmü ki, tarix yazacaqsan? Tarix yazacağımı düşünürdüm, amma belə yox. Bilmirəm, yəni biz ani qərar verdik. Üçlü vint, üçlü saltoya ani qərar verdik. Təsnifatla finalın arasında. Təsnifatı mən birinci yerlə qurtarmışdım. Finala 4 saat var idi. Normalda yarış formatı belə olmur. Yəni dünya çempionatında tamam fərqli yarış formatı olur. Sən təsnifat eləyirsən, səhəri gün komanda finalıdır və yaxud həmin günün axşamı komanda finalı, fərdi finallar isə ən axırıncı gün olur. Ən azı bir gün fərq olur, yəni təsnifatla fərdi finalın arasında. Amma dünya oyunlarında, yəni heç vaxt öyrəşmədiyimiz bir dənə qrafika və sistem var idi. Səhər deməyək, günorta təsnifat, 4 saat sonra, 5 saat sonra final. Dünyanın ən güclü 8 tamlinqçisi, 8 idmançısı, atleti. Hamı bacardığı ən güclü şeyi qoyur ki, ilk 4-yə düşsün təsnifatdan. Təsnifatda hamı öz bacardığı ən güclü şeyləri eləyir, ən güclü elementləri, kombinasiyaları göstərir və çox yorulursan. 4-5 saat sonra təzədən sən bərpa olub finalda çıxış eləməlisən. Çox çətin idi həqiqətən. Mən də məşqçilər və həkimlə, milli komandanın həkimi ilə bu istirahət otağında vaxt keçirirdik. Təsnifatla finalın ortasında finalı gözləyirdik. Fikir yarandı ki, yəni eləmək olar və texnik komitənin müdiri də oradaydı. Baş məşqçidən Adil Hüseynzadədən xahiş edirəm ki, maraqlansın hərəkətin, əgər eləsəm elementin balı nə olar? Üçlü vint, üçlü salto. O da soruşdu.
texnik komitə müdirindən. O da 11,1 dedi. 11,1 sizə necə izah edeyim? Demək, çətinlik vərəqəsində ən çətin hərəkət mən 3/3 saltanı eləyənə qədər səhv eləmirəmsə 9 baldır. Bu da 4 saltadır. Yəni quad back deyirlər. Dördlü saltadır. Bunu da indiyə qədər heç kim eləməyib. Amma vərəqədə olan, yəni düşünüblər ki, bunu bəli, bir gün kimsə eləyə bilər. Amma düşünməyiblər kimsə 3/3 salt eləyər. Və yazmayıblar. Biz soruşduq, dedilər ki, əgər eləsə idmançı 11,1 xal veriləcək təkcə elementə. Biz də qərar aldıq ki, nəticədən asılı olmayaraq ikinci finalda 100% bunu eləyirik. Elə oldu ki, qızıla yarışmalı oldum. Orada da elədim, alındı. Baxmayaraq ki, Amerikalı rəqibimi uduzdum. Yenə də çox böyük maraq gördü, çox böyük belə diqqət cəlb elədi tam linqə. Çox üzr istəyirəm. Heç bir problem yox. Bəli. Bəli. Çəkilişdəyəm indi, çıxım zəng eləyəcəm. Yaxşı, çəkilişdən çıxım zəng eləyəcəm. Sağ ol. Başlayayım. Heç bir problem yoxdur. İstirahət otağında bu qərar alınanda nə hiss eləyirdin? Həyəcanlıydım, amma eləyəcəyimi də bilirdim. Çünki hər şeydən əvvəl onu qeyd edeyim, cığır çox belə həddindən artıq gözləmədiyimiz kimi bərk idi. Düzdür, biz indi onu məşq günlərində tullanıb biraz əzdik, yəni biraz yumşaldı, amma yenə də bərk idi. Taxta kimi və Qavfey brendi idi. Biz Qavfey brendində heç tullanmamışdıq o günə qədər. Birinci dəfə idi, yenilik idi. Amma yenə də, yəni həmin vaxt asfalt belə olsaydı, düşünürəm ki, eləyəcəkdim bu hərəkəti. Bir idman keçmişi olan şəxs olaraq oradakı hisslərin sözlərlə ifadə etmək çətin olduğunu bilirəm. Həmin an nə hiss edirdin, nə düşünürdün? Açığı ilk düşəndən sonra ilk 20 saniyə, əlbəttə hərəkətlərim yadımdadır, amma nə hisslər keçirdim, onlar yadımda deyil. Çünki bilirsiniz, o hissləri təzədən yaşamaq üçün gərək yenidən bu an yaşansın. Yenə nəsə bir yenilik olsun, gərək sevinəsən, yəni bu cür ən az. Bu uğurunu yenidən təkrarlamağı planlayırsanmı? Önümüzdəki ayda dünya çempionatı var. Biz də hazırda məşq edirik. Əlbəttə ki, çalışırıq ki, orada da həm 2023-cü ildə komanda hesabında qızıl medal qazandıq dünya çempionatında. İstəyirik titulumuzu qoruyub saxlayaq. Çünki indi rəqiblərimiz də bərk gəlirlər. Həm də fərdi yarışlarda istəyirik kürsüyə 2 idmançımız çıxsın. Rəqiblərin əvvəl səni bilirdi. Amma artıq sən öz imzanı atmısan deyə biraz da səndən çəkinirlər. Bilirsiniz, mən ümumiyyətlə həmişə elə bir rəqib olmuşam ki, baxmayaraq ki, mənim rəqibim yarışda məndən qabaq nə göstərib, bəlkə dünya rekordu qırıb, bəlkə çox belə böyük texnika bal alıb, təmizlik bal alıb. Həmişə ürəklərində xal qalıb ki, mənim çıxışıma qədər, çünki mən bunu dəfələrlə sübut eləmişəm. Həmişə ürəklərində xal qalıb ki, görəsən indi nə edəcək. Yəni bunu mən həmişə görmüşəm, bu həmişə olub. Ona görə, yəni inanmıram, təkcə bu dünya oyunları deyil, dünya oyunlarında bir daha sübut elədim ki, yəni bəli, belə bir şey var. Yəni gözləməlisiniz həmişə. Mental olaraq yarışlara necə hazırlaşırsan? Əslində çox çətin şeydir. Yəni mental olaraq hazırlaşmaq. Çünki həmin vaxtda məsəl üçün sənin beynin dəniz istəyə bilər, sənin beynin dostlarla vaxt keçirmək istəyə bilər, sənin beynin ailə ilə vaxt keçirmək istəyə bilər. Bu həmişə fərqli olur. Yəni hər şey balansda saxlaya bilsən, hə onda sadəcə başı aşağı sal, məşq elə, yarışa hazırsan. Onsuz da yarışda qaçış zolağına çıxıb əlimi qaldırana qədərdir. Əlimi qaldırandan sonra hər şey yekunlaşır. Bir cığır qalır, bir də mən. Hətta hakimləri belə görmürəm. Və bu reallıqdır, yəni. Sanki hər yer qaranlıq olur. Hər yer qaranlıq olur. Tribunalar, cığırın qırağı, tək cığır var, işıq yansıyır və mənəm. Əssalam, sizə deyim, hətta
ürəyimin səsini eşitdim. O ürəyim necə döyünür, onun da səsini eşitdim. Sonra qaçıram, başlayıram. İdmanda zədələr qaçılmazdır. Bu istiqamətdə sən hansı problemlərlə, hansı zədələrlə qarşılaşmısan? Bizdə biraz da deyərdim ki, biraz daha çox gimnastikanın elə bir növüdür ki, ümumiyyətlə bütün idman növlərində travma var əlbəttə, amma bizdə biraz daha çox zədəyə meylli idman növüdür tumbling. Çünki çox çətindir. Yəni isinmə hərəkətlərini %100 eləməlisən. %99 oldu, bir hərəkəti dünənkindən biraz belə az eləsən, nəyisə buraxsan ortada və salam. Zədəyə gətirib çıxardacaq axır əvvəl və bədəni çox yükləsən, çünki həftənin 6 günü məşq eləyirik, amma 6 gündə eyni səviyyədə məşq mümkün deyil. Heç kim belə yəni bacara bilməz. Mümkün, yəni insan nə deyim ona? Yenə yadımdan çıxdı söhbət. Yəni insani keyfiyyət deyil, başa düşürsüz. Şəxsi keyfiyyətləri. Yəni ümumiyyətlə də, yəni insanın eləyə biləcəyi bir şey deyil. 6 gün eyni səviyyədə yüksək performans tumbling idman növündə peşəkar olaraq mümkün deyil. Yəni mən öz adıma danışa bilərəm ki, mən 6 gün yox, 5 gündə eyni səviyyədə tumbling eləyə bilmərəm. Bəzən olub ki, heç məşqə getmək istəməmsən. Sara xanım burada bizi salamlayır. Olub əlbəttə, yəni bu Səmimi cavab. hamıda baş verir də, ona görə. Yəni yalan deməyin nə adı var axı? Olur, bir də nə bilim, yəni Heç olumlu düşünmüsən ki, tamam, yəni bura kimi gəldim, amma yekunlaşdırım, bu qədər bəsdir. Bundan o yanasını istəmirəm. yox, siz məşqə getməməyə deyirsiniz, yoxsa karyeranı İlk qurtarmağı? növbə məşqə getməyi soruşuram. Yəni olur ki, bütün idmançılar bəzən Uşaq heç məşq yaşlarında. etmək istəmir. Amma bəzən də deyir ki, tamam, idmançı olaraq bu qədər fəaliyyət göstərdim, saxlayım, tam başqa bir sferaya yönəlim. Hə. Yox. Heç Yəni mi fikirləşməmisən? məşqə getməmək əlbəttə olub. Uşaq yaşlarında daha çox. İndi bu şpaqat zad məsələləri var. Gimnastika hamı bilir də, yəni şpaqatdır, körpüdür, bu hərəkətlər var. Onu da qeyd edeyim ki, heç birini eləyə bilməm indi. Bu məsələlərə görə hər gün dartılır ayaqlar, körpüdə çiyinlər dartılır. Bəli. Bunlara görə istəmirdim əlbəttə ki, gedim. Olub yəni uşaq vaxtı çox. Amma artıq peşəkar karyerada sizə deyim ki, yəni bu çox nadir haldır. Mən də öz işimi sevirəm. Ona görə yəni ola bilər ki, məsəl üçün səhər duraram. Səhər məşqi üçün əhvalım biraz belə yaxşı olmaya bilər. Səhər məşqini buraxaram məşqçilərdən xahiş eləyib icazə alıb. Amma mütləq günorta məşqində nə iləsə yadda qalacam onda. Yəni bu ona işarətdir. Belə yox. Yəni həm səbəbsiz yerə. Yəni olub bəli səbəbini buraxmışam. Amma karyeramı qurtarmaq yox. Karyera hələ şükür davam eləyir. İnşallah daha uğurlu olacaq. İnşallah. Dostların arasında gimnastika ilə məşğul olursan deyəndə sənə ilk verilən sual nə olur? Yəni dostlarımın hamısı demək olar ki, gimnastika sferasında. Ona görə yəni belə bir sualla qarşılaşmıram, amma yox. Amma olur bəzən bir də görürsüz ki, məsələn, idmançısan, idmançıyam. Hansı idman növü? Gimnastika. Lent atırsınız. Halqadır sizdə. Yəni bir də görürsüz bədii gimnastika ilə qarışdırırlar. Bəzən atletika ilə gimnastikanı qarışdırırlar. Baxmayaraq ki, yəni bir-birlərinə yad idman növləridir. Bəli. İdman olmaqları bir-birini bəlkə dəstəkləyir. Oxşardır. Oxşar deyil. Birində uzağa ox atmağı məsələn. Birində isə gimnastika tiri. Yəni el arasında turnik. Yəni bunlar oxşar deyillər baxışda. Yəni belə deyək də, taekwondo ilə karateni də ayıra bilməyən insanlar var. Bəli. Bəli. Fərqli idman növləridir, fərqli qaydaları var, amma ayıra bilmirlər. Güləşlə judonu ayıra bilmirlər. Bu da eyni misal atletika ilə gimnastikanın növlərini ayıra bilmirlər. Siz bizdə bizim insanları çaşdıran odur ki, gimnastika və atletika bu çaşdırır bizim insanları və atlet sözü ki var, bu da çaşdırır. Amma atletika başqa idman növüdür, tamam başqa, gimnastika tamam başqa idman növüdür.
Gimnastika tamam başqa idman növüdür. Bəli, və növləri ayrılır. Bədii gimnastika, aerobika, tumbling, batut gimnastikası, akrobatika, kişi idman gimnastikası, qadın idman gimnastikası, atletikada isə bilirsiniz kimi yüngül atletika var və ağır Bəli, atletika atletika. var. Bunlar da ayrı şeylərdir. Birində ağırlıq qaldırmadır, birində qaçışdır. Gündəlik məşqləri necə gedir? Gündə 2 məşqimiz olur. Amma həftədə 6 gün məşq eləyirik. 6 gün 6-sında da 2 məşq eləmirik. Bizim bərpa günlərimiz də var əlbəttə. Fiziki məşq günlərimiz də var. Sauna, fitness, masaj bunlar yəni olmalıdır bərpaya görə. Belə səhər məşqi yüngül əlbəttə çünki beyin belə tam belə açıq olmur, belə o həmin o cəhdliyə istədiyin performansı vermir. Yəni motor soyuqdur hələ. Amma günorta məşqində istədiyin kimi olursan 99%. Məşqçilərinin sənin nəticələrindəki rolu nədir? Böyükdür əlbəttə. Bilirsiniz mən nə qərar vermişəmsə onlar həmişə mənə qatılıblar qərarımda, razı olublar mənim qərarımdan. Mən qərar verəndə ki, üçlü vint, üçlü salt eləmək istəyirəm. Adil müəllim belə baxdı mənə belə yandan da belənsə ki, yəni də yox da eləmə ehtiyac yoxdur. Yoxlamamısan, məşqlərdə cəmi 2 dəfə eləmisən, biri uğursuz, biri uğurlu. Onun da üstündən bir neçə ay keçib. Əldə olan nəticə Cığır da fərqli. 50-dir. 50-nin 50-yə yox, hətta daha azdır. Yəni o eləməmişdən qabaq daha azdır. Amma yəni düzgün dəyərləndirdi və həmişə də düzgün dəyərləndirir. Mənim verdiyim qərarları əgər yox, amma heç vaxt demək olar ki, bunu eşitməmişəm. Yox sözünü eşitməmişəm. Əgər bir şey beynimə qoydumsa, sadəcə dəstəkləyirlər müəllimlər. Məşqçilərlə münasibətin necədir? Əla. Məşqçi idmançı münasibəti. Mən bunu alıram, atıram arxivə. Yox, 50 il silirsiniz. sonra Silirsiniz. Təmiz həyatdan evimizi bizəndən sonra. Bunlar hamısı bir kitabdan alınmaydı. Ya qətiyyən, Tamam, silin. onda bir dənə razılaşaq. Hə. Özünü sıxma. Mən, Da hə. Ni- Biraz gül. mən, Hə. mən gülürəm, nə olsa. Prosta belə. Bir yaxdan belə deyildi. Bir idmançı üçün yuxu, qidalanma və bərpa. Bunlar çox vacibdir. Bəli, əsaslar. Sən bu haqqda nə deyə bilərsən? Bunların hamısına diqqət eləyəndə yaxşı idmançı olursan. Peşəkar idmançı olursan. Çünki disiplindir. Yəni bu disiplindən xəbər verir. Əgər səhər saat 7-də çıxıb səhər yeməyinə gedə bilirsənsə, sonra gəlib səhər məşqini eləyirsənsə necə lazımdır. Ondan sonra biraz dincəlirsən, nahar eləyirsən vaxtında. Sonra gəlib yenə biraz dincəlirsən, günorta məşq, yəni ikinci məşq. Ondan sonra da biraz fiziki məşqdən sonra axşam yeməyi. Yəni bunların hamısını əgər sən gün içində reallaşdıra bilirsənsə, demək sən disiplinli idmançısan artıq. Yox, bunlar da indi yuxum gəlir. Səhər yeməyini buraxım heç olmaz, nəm orada pop kek var. Bunu qoyum. Səhər yeməyini buraxım. Nəm şirniyyatım var, yeyərəm. Bu artıq sənin necə laqeyd yanaşmağından xəbər verir. Ona görə bunlar hamısı vacib amillərdir. Bunlara diqqətlə yanaşmaq lazımdır. Yarışdan sonra sosial mediada daha çox səhifənə baxış gəldi məncə. Bəli. Oradan aldığın hər hansı bir təzyiqlər varmı? Təzyiq yoxdur, ancaq xoş sözlər var. Həm idman sferasından, yəni gimnastika sferasından. Çünki tumbling haqqında bilməyən insanları tumbling haqqında məlumatlandırdım bu hərəkətlə. Maraq yaratdım onlarda. Ona görə ancaq xoş sözlər var. Həm xalqımızdan da çox böyük dəstək gördüm. Eləcə də digər ölkələrdən. Sosial mediada birdən-birə sənə olan belə deyək də tələbat. Səni necə təsir edirdi? Nə hiss keçirirsən? Çox gözəldir. Sadəcə düzgün idarə eləmək lazımdır. Düzgün həm qəbul eləmək lazımdır, həm də idarə eləmək lazımdır. Yəni bəli, var idmançı ki, mən bunun bir gün reallaşacağını bilirdim. Yəni özümə inamım, iradəm tam sonsuz idi bu mövzuda. Sadəcə bu olandan sonra necə olacaqsan, haralara qədər aparacaqsan,
Əsas budur yəni. Olmağı deyil, olandan sonrakı davranışların da əsas. Mən belə hesab edirəm. Azərbaycan idmançıları üçün beynəlxalq arenada yaxşı imkanlar varmı? Var. Yarışdan Bəli. söhbət gedir. Var. Bəli, mən düşünürəm var. Kiçik yaşlardan bu idman növünə başlamaq istəyən uşaqlara nə məsləhət verərdin? Çoxdur. Düşünürəm ki, həvəslə məşq eləməlidirlər. Yəni bir idman növündə olacaq bütün özəlliklər demək olar ki, var. Rəqabət var, adrenalin, həyəcan, hər şey var. Sənin də məşqdən kənar bir həyatın var. Bəli. Necə dincəlirsən? Çətin məşq dövrünə keçəndə, çətin məşq periodu olanda çox vaxt ikili məşqlərdən sonra biz yarışlara az qalmış Milli Gimnastika Arenasında təlim məşq toplanışında oluruq artıq. Yəni orada yatırıq, orada dururuq. Orada yeyirik, orada içirik. Axşam məşqindən sonra yəni yatana qədər, yuxu vaxtına qədər bəlli bir vaxtım olur. Bəzən dostlarımla, komanda yoldaşlarımla hər hansısa bir məkanda, restoranda oturub axşam yeməyi arenada yox, məhz hansısa bir restoranda eləyirik. Və yaxud gəzirik. Amma daha çox mən dəniz, sahilə gedirəm. Çünki effekti var, yəni mənim üstümdə. Nə lazımdırsa orada özümlə məsləhətləşirəm, danışıram. Ondan sonra səhəri gündən başlayıram onu istifadə eləməyə. Bəs Tofiqin hobbiləri nələrdir? Digər idman növləri və rəqabətin olduğu hər yer. Bir gün mən sizə hər hansısa bir təklif elədiyiniz dueldə udursam, əmin olun ki, ikinci dəfə uduzmayacağam. Maraqlıdır. Okay. Gələcəkdə hansı elementləri icra etmək istəyirsən? Sürpriz. Bilirsiniz var, amma bir neçəsi var. Deyib, sonra məsəl üçün, filankəs gözləyirdi bunu eləməyimi, amma mən bunu elədim. O birisi mənə lazım deyil. Bunu belə eləsəm, çox belə şey olar da. Ailənin dəstəyi bu yolda sənin üçün nə qədər vacibdir? Sağ olsunlar, həmişə dəstək olurlar. Qardaşlarım da, anam da, atam da, qohumlarım da hətta. Həmişə uğuruma məndən bir yerdə sevinirlər. Yarışlara gedəndə uğurlar arzulayırlar. Ona görə yarışdan qabaq, bir də yarışdan sonra, uğur qazandan sonra heç vaxt telefonum dayanmır. Şükür Allah, yəni yad eləyirlər. Bu da mənə çox sevindirici aldı mənim üçün. Ailəm də həmişə mənə nə lazımdırsa, mənim üçün onları görür, eləyir, əllərindən gələni eləyirlər. Hətta dünya oyunlarından qabaq anam məzuniyyətə çıxdı. Mən orada 17 günlük hazırlaşma müddətim var idi Azərbaycana, Bakıya qayıtdıqdan sonra. Məzuniyyət götürdü. Mənlə bir yerdə sanki dünya oyunlarına hazırlaşdı. Mənim səriyimi, mən həmin ərəfədə arenada qala bilərdim, amma mən istədim sadəcə anamın əlindən yeyim. Yeməyi, səhər yeməyini hazırlayırdı. Mən artıq duranda səhər yeməyim hazır olurdu. Belə. Yəni həmişə daim dəstəkdilər. Anan da səninlə birlikdə nəticə verdi. Bəli. Rəqibləri necə analiz edirsən? Eləmirəm. Eləmirəm. Yəni belə də olmalıdır. Yox, yəni ehtiyac yoxdur. Bəs necə hazırlaşırsan? Yarışın gedişatında ola bilər. Amma yarışdan əvvəl bu bunu eləyər, o onu eləyər, o onu eləyər. Mən qətiyyən şey vermirəm. Mən özümün nə eləyə biləcəyini bilirəm. Və lazım olsa Tofiq bunu eləyə bilərsən, hə eləyə bilərəm. Özümdə bu sual və bu cavab var. Ona görə heç vaxt görəsən o rəqib nə eləyər, bu rəqib nə eləyər. Bu artıq düşüncədir. Yəni yorur adamı. Çünki nəyə görə soruşuram bunu? Digər idman növləri var ki, məsələn götürək karate, taekwondo, judo. Orada rəqibini analiz eləyirsən və onun texnikasına əsasən də və sən də məşq etməyə başlayırsan. Amma belə başa düşürəm ki, sənin cavabından sizdə buna ehtiyac yoxdur. Ehtiyac yoxdur deməyək, mən özüm ehtiyac görmürəm ona. Çünki mən ora hazırlığımı görüb gedirəm, yəni hazırlaşıb gedirəm. Mən isə həmişə hədəfim qızıl medal olduğuna görə bacardığım
bacardığımda ən yaxşısını edirəm. Yəni ən yaxşı formamda gedirəm növbəti yarışa. Dediyiniz kimi bu taekwondo, güləş. Burada baxır, rəqibi təhlil eləyir. Hə, bu rəqib daha çox ayağa, daha çox sağ ayağa, daha çox sol ayağa. Yəni fəndləri belə icra eləyir, amma bizdə elə deyil. Məndə elə deyil. Mən gedirəm yarışa, hə, bu təsnifatda bunu elədisə, finalda bunu eləyəcək. Orda ancaq orada gəlir o. Yəni yarış qurtarsa vəssalam, yarışdan qabaq da baxıb demirəm ki, bu bunu eləsə mənə keçər, keçməz, yoxdur. Karyeram boyunca aldığın ən böyük dərs nə olub? Dərs dediyim kimi uduzandan sonra əsl çempion eləyən onun məğlubiyyətindən sonrakı davranışıdır. Yəni necə addım atacaq. Yəni əlbəttə ki, ondan sonrakı addımı uğursuz olsa və yaxud da ki, həvəsdən düşsə, küssə, bu onda onu çempion eləməyəcək. Əgər çempiondursa da, onda deməli düzgün addım atacaq. Podkastımızı bitirərkən izləyicilərə nə demək istəyərdin? Bitiririk. Bitirməyək. Yeni uje dedim. Artıq desəydim qoya bilərdiniz. Maraqlıydısa aşağıda like eləyin, abunə olun. Ya nə deyim ki, yəni məsləhət vereyim ya. Öz təcrübəndən nə isə deyə bilərsən? Məsəl üçün xüsusilə gənclərə nəyi tövsiyə edərdin? Bax bu gün gənclərimiz var ki, idmandan kənardadır. Dərslərə daxil olmurlar, təhsil yönümlü deyillər və yaxud da idmanla məşğul deyillər. Yəni onları idmana cəlb etmək üçün nə deyərdin? Yəni ümumiyyətlə nəinki idmana, elə insan var ki, yeri təhsildir. Ona görə ürəyinizin səsinə qulaq asın. Və həmişə şükür eləyin. Əssalam. Səncə nə qədər baxış yığasın? Çox. Çox dediyin nədir də? Baxır siz necə oradan short listlər hazırlayacaqsınız. Dedi. Gəldiyin üçün təşəkkür eləyirəm. Sizə təşəkkür edirəm.